İranın ali rəhbəri Müçtəba Xamneyinin səhhəti kəskin pisləşib. Global Info xəbər verir ki, bu barədə bəzi İran nəşrləri rəsmi mənbələrinə istinadən məlumat yayıb. İddia edilib ki, Xamneyi hər an dünyasını dəyişə bilər. Məlumatın İran prezidenti Məsud Pezeşkiyana yaxın iki mənbədən alındığı bildirilir. Müçtəba Xamneyinin şəhid olması xəbərini tezliklə eşitsək təəccüblənmərik deyə mənbələrdən biri deyib. Xatırladaq ki, bir qədər əvvəl Məsud Pezeşkiyanın Müçtəba Xamneyi ilə görüşməsi haqqında məlumat yayılıb. Məlumata görə Amerikanın İranın ali liderinin iqamətgahına zərbəsindən sonra Müçtəba Xamneyi indiyə qədər heç bir hökumət nümayəndəsi ilə görüşməyib. Müçtəba Xamneyinin uzun müddət ictimaiyyət qarşısında görünməməsi və yüksək vəzifəli dövlət məmurları ilə şəxsi görüşlərinin olmaması onun sağlamlıq vəziyyətinə dair ehtimalları artırıb. Hazırda İran hakimiyyəti tərəfindən bu məlumatın rəsmi təsdiqi yoxdur. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.